Salam traderlar, siz Rov Trader kanalındasınız və sizinlə mən Fərid. Bugün biz MACD göstəricisini təhlil edəcəyik. Bir vaxtlar ticarətə yanaşmanın kökündən dəyişdirən və onu daha gəlirli edən bu göstərici haqqında danışacağam. MACD bazarda geri dönüş və ya korreksiya ehtimalı yüksək nöqtələri müəyyən etməyə kömək edir. Ticarət nəticələrinizi yaxşılaşdırmaq istəyirsinizsə, videonu sona qədər izləyin. Trader bazara daxil olur və ilk olaraq müxtəlif göstəriciləri sınayır ki, ən uğurlusunu tapsın. Lakin təəssüf ki, bazarda gəlirli əməliyyatları doğru vaxtda açıb bağlamaq üçün göstəricilər mövcud deyil. Bununla belə, bəzi göstəricilər müəyyən hallarda faydalı ola bilərlər. Texniki analiz göstəriciləri qiymət qrafiklərindən istifadə edərək hesablamalar aparır və nəticələri avtomatik verir. Bir çox trader göstəricilərdən istifadə etməyi mütləq lazımlı sayır. Amma göstəricilər əməliyyata başlamaq üçün tək başına əsaslı səbəb ola bilməz. Onlar daha çox texniki analizə dəstək rolunu oynayır. Əgər alətinizi düzgün analiz etmisinizsə, göstəricilər əlavə təsdiq verə bilər. Bununla belə, göstəricilər yalnız təsdiq vasitəsi olaraq istifadə edilməməlidir. Məsələn, göstərici bazarda həddən artıq alış olduğunu göstərsə də, bu dərhal satış etməyinizə tələb etmir. Göstərici üçün müddət bu vəziyyəti göstərə bilər, amma bu müddət geri dönüş səbəb olmayacaq. Bir çox traderlər yalnız göstəricilərə ən istifadə edirlər və nəticədə qrafikləri 10, 15, hətta 30 göstərici ilə doldururlar. Bu yanaşma mənim fikrimcə səmərəsizdir. Bazar siklikdir və bəzi göstəricilər yalnız müəyyən dövrlərdə, məsələn, 1-2 ay yaxşı işləyə bilərlər. Lakin bazarda sürət və likvidliyi dəyişdikdə göstəricilər köhnəlmiş ola bilər. Bütün göstəricilər arasında mən xüsusilə Murray Levels göstəricisini vurğulamaq istəyirəm. Bu göstərici qanın kvadratına əsaslanır və güclü səviyyələri dəqiq göstərir. Amma bugün biz MACD haqqında danışacağıq. MACD uzun müddət istifadə etdiyim və ticarətə çox kömək edən bir alətdir. MACD Moving Average Convergence Divergence Gerald Apple tərəfindən yaradılıb və trendin gücünü, istiqamətini qiymətləndirmək və geri dönüş nöqtələrini müəyyən etmək üçün istifadə edilir. MACD-nin əsas xüsusiyyətləri divergensiyanı göstərməkdir. Divergensiya qrafika göstəricisi arasında uyğunsuzluqdur. Məsələn, boğa divergensiyası trendin minimumları azalır, amma MACD-nin minimumları artır. Ayı divergensiyası trendin maksimumları artır, amma MACD-nin maksimumları azalır. Bu siqnallar traderləri trendlərin potensial dönüş nöqtələrini tapmağa kömək edir. MACD göstəricisi MetaTrader 4-də və 5-də mövcuddur. Sadəcə göstəricilər siyahısından MACD-nin seçim və parametrləri olduğu kimi saxlayın. Yenə də yeni başlayanlar üçün təklifim odur ki, standart tənzimləmələrdən istifadə etsinlər. Çünki onlar əksər hallarda optimallaşdırılmışdır. İndi praktiki olaraq MACD-dən divergensiyalar tapmaq və bazarı necə analiz etmək barədə danışaq. Məsələn, yüksələn trend zamanı qiymət maksimumları artır, amma MACD-nin maksimumları azalır. Bu trendin geri dönmə ehtimalını göstərir. Divergensiyanın başlanğıc nöqtəsini qeyd etmək üçün xətti çəkin, yüksəkləri birləşdirmək üçün trend xətti çəkin və MACD histoqramı boyunca xətt çəkin. Bu, divergensiyanı daha dəqiq görməyə kömək edəcək. Divergensiya yalnız MACD histoqram 0 xəttinə yaxınlaşdıqda etibarlı siqnal olur. Əgər histoqram bu səviyyəyə çatmayıbsa, bazar hələ yüksəlməyə davam edə bilər. Buna görə də tələsik qərarlar verməyə lazım deyil. Təsdiqləri gözləmək və yalnız güclü səviyyələrə pozulması ilə əməliyyat açmaq əhəmiyyətlidir. MACD-dən istifadə edərkən aşağıdakı səviyyələrdən qaçınmaq lazımdır. 1. Divergensiyanın erkən təsviri histoqram 0 xəttinə yaxınlaşmaqdan fərqlənərək düzgün olacağına inanmayın. 2. Texniki analizə məhal qoymamaq. Divergensiya məhz təsdiqləyici siqnal olaraq istifadə edilməlidir. 3. Yanlış divergensiya. Bəzən maksimumlar və minimumlar uyğun görünə bilər, amma histoqramda artıq 0 xəttini keçib, bu isə etibarsız sayılır. Ticarətə daha dəqiq daxil olmaq, daha yuxarı zaman çərçivələrindən, məsələn, H4, WB analizlərini aparan və sonra kiçik zaman çərçivələrinə M30, M5 kimlərə giriş nöqtələrini tapmaq lazımdır. Məsələn, H4 qrafikində divergensiya varsa,
M30-da təsdiqləri yoxlaya bilərsiniz. Nümunələr: 1. Yüksələn trend. Qiymət maksimumları artır, amma maksimumları azalır. Histoqram sıfıra yaxınlaşır və dəstək səviyyəsi pozulanda satış siqnalıdır. 2. Düşüş trendi. Qiymət minimumları azalır, amma minimumları artır. Müqavimət səviyyəsi pozulanda alış siqnalı yaranır. 3. Uzunmüddətli divergensiya. Həftəlik qrafikdə buğa divergensiyası müşahidə olunub və dəstək səviyyədə pozulub. Satış fürsəti yaranıb. MACD ilə işləmək üçün əsas məsləhətlər. Texniki analizə əsaslanın. Göstəricəli köməkçi vasitələri kimi istifadə edin. Əsas analizə etibar edin. Zaman çərçivələrini birləşdirin. Böyük zaman çərçivələrində əsas trendləri müəyyənləşdirin. Sonra kiçik zaman çərçivələrinə girin, nöqtələri tapın. Və ən əsası, stop loss'un minimumu endirin. Kiçik zaman çərçivələrində minimum stop loss təyin edərək riskə nisbətən qazanca artırın. Divergensiyalar hər zaman böyük gəlirlər gətirmir. Bazar dayana bilər və irələnməyə bilər. Buna görə təsdiqlərinin önəmi böyükdür. Nəticə, MACD göstərici bazarın təhlili üçün güclü bir alət ola bilər, amma uğurlu ticarət kompleks yanaşmadan asılıdır. Texniki analiz, göstəricilər və risklərin düzgün idarə olunması vacibdir. Əgər sualınız varsa, şərhlərdə və ya Telegram kanalında soruşa bilərsiniz. Orada hazır giriş nöqtələri və ətraflı analizlər də mövcuddur. Instagram və TikTokda da bizi izləməyi unutmayın. Bu qədər. Videonu bəyənin və kanala abunə olun. Növbəti videolarda görüşənədək hər birinizə uğurlu ticarət.